Şəxsiyyət pozuntuları, şəxsiyyət pozuntusu halı patopsixoloji, psixiatrik xəstəliklər qrupuna aid deyil. Şəxsiyyətin pozulması, şəxsiyyət pozuntuları uzun müddətli və müqavimətli insanın fikirlərində və davranışında dayanıqlı, standartlaşdırılmış və sanki qəliblənmiş bir pozuntular, şəxsiyyət pozuntusu sinifinə aiddir. Şəxsiyyət pozuntu hallarının aşkarlanması və təsnif edilməsi çox pilləli və çətin bir prosesdir. Bu pozuntuların mənşəyi və yaxud mənbəyi bəzən filogenetik əlamətlərlə, yəni genetik və antigenetik bir faktorlarla möhkəmlənir. Yəni genetik məlumdur, antigenetik isə dölün insan bətnində, ana bətnində zigota çevrilməsinə qədər gedən bir mərhələdir. Yəni bu antigenetik bir faktorlarla əsaslanır. Əksər hallarda isə şəxsiyyət pozuntusu halları bəzən genetik olduğu kimi irsi və antigenetik xarakteri daşıyır. Yəni bunu sadə bir məntiqlə, sadə bir araşdırma ilə şəxsiyyət pozuntusu hallarını təhlil etmək doğru deyil və yaxud da asan deyil. Şəxsiyyət pozuntusu hallarının təməlində dayanır deviant davranışlar. İnsanın davranışlarında və düşüncəsində, fikrində deviant davranışlar mahiyyəti bunda dayanır ki, insan deviant davranışlara meyilli olur. Şəxsiyyət pozuntularının aşkar edilməsində maraqlı bir fakt dayanır. İnsanın tərkibində formalaşdırdığı sosial və mənəvi dəyərlər dayanır. Hansı ki, o sosial, mənəvi tərbiyə, mədəniyyət insanın özünün tərkibində formalaşdırır. O hesab edir ki, belə rəftar, belə danışmaq, belə ünsiyyət, bu cür təhsil almaq və s. rəftar göstərmək bu mədəniyyətdir. İnsanın öz mədəniyyətidir. Mədəniyyət deyəndə biz etik normaları nəzərdə tutmuruq. Etik və əxlaqi normalar deyil. Məsəl üçün, geyim tərzi də, insanın özünə məxsus danışıq tərzi, davranış tərzi də mədəniyyət hesab edilir. Və ona görə də insanın özünün tərkibində formalaşdırdığı mədəni və sosial mühit nəzərdə tutulur. Şəxsiyyət pozuntusunun mahiyyəti budur. Amma əsas amil deviant davranışlardır. Şəxsiyyət pozuntusu olan insanlarda deviant davranışlar ardıcıl və mütəmadi xarakteri daşıyırsa, bu şəxsiyyət pozuntusu kimi qiymətləndirə bilərik. Amma maraqlı bir fakt nədədir? Şəxsiyyət pozuntusu hallarını 3 kateqoriyaya bölürlər. 3 kateqoriya. Bunlardan birinci A, B, C qrup kateqoriyalara bölürlər. Birinci qrup kateqoriyalar ən maraqlı bir kateqoriyadır. Deməli, burada nə dayanır? A kateqoriyası kimi adlandırdığımız şəxsiyyət pozuntuları adətən onlar qeyri-adi və qəribə davranışları ilə xarakterizə olunurlar. Bunlar 3 hissəyə bölünür. Yenə eyni qaydada 3 hissəyə bölünür. Birincisi şizoid şəxsiyyət pozuntuları, paranoyal şəxsiyyət pozuntuları və şizotipal şəxsiyyət pozuntuları. Mənim üçün ən maraqlı olan paranoyal şəxsiyyət pozuntu hallarıdır. Bu kimi şəxsiyyət pozuntusu halları olan insanlar, onlar hesab edir ki, onun özündən başqa digər adamlar hamıya alçaldıcı və təhdid edici meyilli insanlar olurlar. Yəni insanın, həmin o adamların özündən başqa bütün adamlar, digər adamlar başqa adamları təhdid edir, alçaldıcı mövqe tutur. Bu cür paranoid şəxsiyyət pozuntusu olan insanların qəribə bir psixoloji xarakteristikası var. Bunlar çoxlu mütaliə edirlər, təhsillərini mütəmadi olaraq davam etdirirlər. Sadəcə olaraq təhsillərini davam etdirirlər kimi yox, təhsil pillələrini onlar davam etdirməyi dayandıra bilmirlər. Birinci. İkincisi, əgər onlar fikirlərini ifadə edirlərsə, çox asta tonla, sitatlarla, misallarla və sübutlarla fikirlərini ifadə etməyə meyilli olurlar. Digər bir tərəfdən, həmin adamlar fikirlərini əksər hallarda dini sitatlara, dini misallara və yaxud dini sübutlara istinad edirlər. Məsəl üçün, əgər onlar hansısa bir qərar qəbul edirsə, heç kəsə bildirmədən, sanki bu onun öz fikirləridir, öz düşüncəsidir. Axı biz biraz öncə demişdik ki, şəxsiyyət pozuntusu olan hallarda, insanlarda düşüncələri ilə hərəkətləri, davranışları arasında olan pozuntudur. Və bu cür insanlar hesab edirlər ki, bunlar dinə istinad edərək, dini misallara istinad edərək fikirlərini əsaslandırırlar ki, məsəl üçün, əgər mən rəhbərəmsə, ailə başçısıyamsa və yaxud qərar qəbul edən bir şəxsəmsə, onlar hesab edir ki, tək mənim qərarım yetərli deyil.
digər insanların da qərarlarına fikir verməliyik və onlara istinad etməliyik. Məsəl üçün, əgər vətəndaş sosial normaları pozub, cinayət hətta törədibsə, bu cinayətə görə mən rəhbər olaraq, ailə başçısı olaraq bu qərarı verirəm. Onlar buna üstünlük hesab etmirlər. Onlar əgər digər insanlar, səs hüququ olan digər insanlar, əgər onlar qəbul etsələr ki, bu adam cəzalandırmasaq daha yaxşıdır, həmin o şəxs onlarla razılaşır. Sanki bunlar çoxluğun fikirlərinə üstünlük verirlər və ən vacib olan bir tərəf, paranoid şəxsiyyət pozuntusu olan insanlar, onlar fikirlərini qarşıdakı adama məntiqi əsaslarla və vədlərlə çatdırırlar. Vədlər və ümidlərlə çatdırırlar. Tutaq ki, mənim bugünkü planım, bugünkü hərəkətlərim, hətta bugünkü mənim düşüncələrim indiki insanlar tərəfindən, hal-hazırda insanlar tərəfindən dərk ediləcək bir fikir deyil. Mənim bu fikrimi əgər mən telefonu bura qoyuramsa və yaxud bu qərar qəbul edirəmsə, mənim hal-hazırki fikrim digər insanlar tərəfindən bayağı səslənə bilər. Digər insanlar mənim bu hərəkətimi məntiqsiz hesab edə bilərlər. Amma mənim düşüncələrim 5 il, 10 il, 15 il bundan sonraki dövrlər üçün planlaşdırılır. Və bu paranoid şəxsiyyət pozuntusu olan insanlar digər insanları inandıra bilir. Niyə? Bütün insanların psixologiyasında ümid, bəhrələnmək, təmin olunmaq psixologiyası dayanır, istəyi dayanır. Həmin o şəxsiyyət pozuntusu olan insanlar isə bu gündən yox, onlar real həyat şəraitin düşdükləri mühitə görə qərar qəbul etmək bacarığında olmurlar. Onlar bütün insanlara ümidlər verirlər. Çünki onların hal-hazırki davranışları məntiqə uyğun deyil. Hal-hazırki davranışları produktiv və məhsuldar deyil. Heç kəs onları qəbul etməyəcək. Çünki bəhrəli deyil. Ona görə də onlar hal-hazırki davranışlarını digər insanlar tərəfindən qınanılmasın, təhlil edilməsin və yaxud cəzalandırılmasın deyə onlar rəhbərliyi, valideyni, digər insanları da gələcək planlarla aldada bilirlər ki, mənim bu işim gələcək illərə möhkəmlənmiş, hesablanmış bir işlərdir. Paranoid psixopat əlamətlərinin əsas mahiyyəti budur və çox təəssüflər olsun ki, o cür insanlara əksər adamlar inanır və onlara güvənirlər. Amma həmin adamlar heç bir halda, əksər halda uğurlu bir nəticə göstərə bilmirlər. Çünki onlar əgər uğursuzluğa düçar olarsa, 3 il, 5 il bundan əvvələ planlaşdırılmış fikirləri əgər həyata keçmərsə, uğur qazanmazsa, dərhal onlar kimlərisə qınayırlar. Və mənə kimsə mane oldu, mənə heç kəs fikrimi həyata keçirtməyə qoymadı deyə özlərini bəraət qazandıra bilirlər. Paranoid psixopat əlamətləri, şəxsiyyət pozuntusu olan adamlarda, bayaq biz dediyimiz kimi, qeyri-adi və qəribə hərəkətləri olduğuna görə onlar bəzən şübhəli bir davranışla özlərini sığortalaya bilirlər. Yəni necə? Kimsə məni izləyir, kimsə mənim yerimə göz tikib, kimsə məni pislik etmək istəyir, hamı məni güdür. Belə bir davranışa, fikir, düşüncə və davranışa meyilli olurlar. Şizoid tip əlamətləri isə tamamilə əksinədir. Şizoid tip əlamətləri isə sosial normalara, sosial mühitin qaydalarına əməl edə bilmirlər. Təkliyə, introvert davranış tiplərinə meyilli olurlar. Onlar soyuqqanlı və hətta empatiyası zəif olan, emosional çağrıları kasad olan insanlar olurlar. Şizoid tipin elementləri bunlardır. Amma şizotipal pozuntusu olan, şəxsiyyət pozuntusu olan adamlarda isə biraz fərqlidir. Şizotipal pozuntusu olan insanlar isə, pozuntual olan insanlar isə, onlar öz fikirləri və düşüncələri ilə həqiqəti təhrif etməyə meyilli olurlar. Onlar həqiqəti təhrif olunmuş qaydasını sübut etməyə meyilli olurlar və bunlar özləri də ona inanırlar. Bu, şəxsiyyət pozuntusu halları olan şəxsiyyət pozuntusunun birinci qrup kateqoriyasıdır və mən ümid edirəm ki, növbəti görüşlərimizdə biz ikinci və üçüncü şəxsiyyət pozuntusu kateqoriyasına mənsub olan halları müzakirə edəcəyik.